uğursuz kadr islahatlarıdır. İlham Əliyev təyin edib də, Vilayət Eyvazovu da, İlham Əliyev təyin edib də o polis rəisini də. Başa düşürsünüz? Dövlət içərisində dövlət qurumlar elə bil bunlar atacaqlar. Kim istəsə evin. Var indi Montini sökürlər. Fəryad, TikTok'a girmək olmur. Damatı atırlar bayrağa. Sonra deyirlər ki, sülh müqaviləsi bağlanıb. Paşinyana qardaşım deyəcək. Ermənilərə qarşı bir söz deməyin. Ermənilərə qarşı söz deyən vətən xaini. Azərbaycanda Azərbaycan vətəndaşı Sovetskini söktülər, Yasamalı söktülər, Kubinkanı söktülər. İndi keçiblər Montinə, sonra Alatava. Sökə-sökə gedirlər, damatın halallığını da vermirlər. Sökən də kimdir? Paşayevlərin şirkəti, Əli Nağıyevin şirkəti, Vilayət Eyvazovun şirkəti, nə bilim, hansısa bir oliqarxın şirkəti. Halallıq da vermirlər. Sökürlər damatı barədə qoyur. Sonra da deyirlər ki, əminamanlıq da. Belə əminamanlıq olur. İndi 4 ay veriblər rəqsaniyə. Niyə? Haqqını tələb edirdi polis